Salam, hər vaxtınız xeyir olsun. Sizlə sınaq 32. Nərgiz Nəzəf 250 sınaq test toplusundan possessive pronouns, yəni yəli əvəzikləri mövzusunun izahını verəcəyik. Bundan əvvəlki videoda personal pronouns, şəxs əvəzikləri mövzusunun sınaq 30 və 31 ətraflı izahını verdik. Həm qayda izahını, həm də testlərin bir-bir izahını verdik. Bu videoda isə sınaq 32 və 33 possessive pronouns'un izahı olacaq. Əvvəlcə test izahına başlamadan öncə sizlə qayda kitabımızdan qaydanın xülasəsinin 1 dəqiqə yarım, 2 dəqiqəlik izahına baxaq, sonra testlərimizə keçək. Deməli, possessive pronouns, yəli əvəzlikləri iki yerə ayrılır, asılı forma və müstəqil forma. Qısa izah eləsək belə deyə bilərik ki, asılı formalardan sonra mütləq isim gəlməlidir. Coat və ya his, hands, her, hair. Yəni, asılı hallardan, asılı formalardan daha doğrusu sonra mütləq isim olmalıdır, lakin müstəqil formadan sonra isim qəti şəkildə olmaz. Məsələn, burada görürsünüz ki, mine müstəqil formadır və özündən sonra isim yoxdur. Və ya bəzən müstəqil forma mübtəda vəzifəsində də iştirak edə bilər adlıq hal əvəzinə. Bu zamanda yours, məsələn, özündən sonra birbaşa is xəbər gəlib, yəni özündən sonra isim gəlməyib. Yəni, müstəqil formadan sonra isim gələ bilməz. Asılı formadan sonra isə mütləq isim gəlməlidir. Ümumi qayda budur, test üzərində tətbiqinə baxaq. Deməli, 32-ci sınaq possessive pronouns'un birinci sınağı, yəni yəli əvəzlikləri mövzusu. Sadə mövzudur. Birinci sualdan başlayırıq izaha. Biraz əvvəl qayda kitabından qısa qeydlərdən izah elədiyimiz kimi, məsələn, birinci nöqtədən sonra isim gəlib, car. İsim gəldiyinə görə asılı forma verəcəyik. Məsələn, A variantındakı mine müstəqil formadır, Y-də yours müstəqildir. B, C, D variantları doğrudur. İkinci nöqtəyə baxırıq. İkinci nöqtədən sonra isim gəlməyib. Deməli, burada biz asılı yox, müstəqil forma verməliyik. B variantındakı her ilə D variantındakı your asılı forma olduğuna görə özlərindən sonra mütləq isim gəlməlidir. Lakin ikinci nöqtədən sonra isimimiz yoxdur. Ona görə C variantı. Qısası belə deyək. Birinci nöqtədən sonra isim gəlib car, ona görə asılı. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil forma verəcəyik. Cavab C variantı. İkinci suala baxaq. İkinci sualda biraz fərqlilik var. Ümumiyyətlə, mən əsasən bu mövzunu şagirdlərimizə keçəndə bu mövzunu possessive və personal pronouns bir yerdə keçirəm. Yəni, bir sınaq öncə, sınaq 30-31-ləri izah elədiyimiz kimi, adlıq və obyekt halları izah elədiyimiz kimi, onu bu mövzu ilə birləşdirib keçirəm. Çünki 4 formanı və ya halı, məsələn, adlıq və obyekt halından asılı və ya müstəqil formanı bir yerdə test üzərində öyrəndikdə daha rahat yadda qalır. Məsələn, tutaq ki, bu ikinci sualımız imtahan sualıdır. İmtahanda bu sualla qarşılaşmışıq. Baxırıq ki, nöqtədən əvvəl feil var. Bir öncəki mövzumuza görə feildən sonra obyekt halı verməliyik. Əvəzliyin obyekt halını verməliyik. Məsələn, cavablarda da hesab edək ki, obyekt hallar var. Burada yoxdur, amma ümumən hesab edək ki, obyekt halda ola bilər bəli cavablarda. Amma nöqtədən də sonra isim var, yəni asılı forma verməliyik. İndi biz iki formanın və iki halın arasında qalırıq. Yəni, feildən sonra obyekt hal gəlməlidir. Obyekt hal axtarırıq cavablarda və ya nöqtədən sonra umbrella isim varsa, asılı forma verməliyik. Cavablarda asılı halda, asılı formada var. Belə olduqda isim daha önəmlidir. Məsələ budur. Yəni, həm əvvəldə feil var, obyekt hal tələb edir. Həm də nöqtədən sonra isim var, asılı forma tələb edirsə, nöqtədən sonraki isim daha önəmli hesab edib asılı formanı tətbiq edəcəyik. Daha əvvəldə feilimiz var, obyekt hal verməliyik. Belə bir ifadə işlədə bilmərik. Yəni, nöqtədən sonra isim varsa, mütləq asılı forma olmalıdır, istisnasız. 5-dəki yours müstəqil formadır, yanlışdır. 4-dəki theirs müstəqildir, yanlışdır. 1-dəki her isə müstəqildir, yanlışdır. 2 və 3 asılı formadır. Cavab A variantı. Üçüncü sualda, baxırıq ki, üçüncü sualda nöqtədən sonra computer isim gəlib. İsim gəldiyinə görə müstəqilləri verə bilmərik. Y variantı gedir və B variantı gedir. Mine da müstəqildir. Bir öncəki sınaqlarda da dediyim kimi, bu adlıq hal, obyekt hal, asılı forma, müstəqil forma, bunların içini biz əzbər bilməliyik. Sən mine gördükdə artıq bilməlisən ki, bu hansı formadır və ya hansı haldır, me obyektdir. Bunlar hansı əzbər beynimizdə olmalıdır. Deməli, nöqtədən sonra isim gəldiyinə görə asılı forma verəcəyik. İkinci nöqtədən sonra isə isim gəlmədiyinə görə ikinci tərəfə müstəqil verəcəyik. Lakin A və C variantının ikinci tərəfə mayor asılıdır, olmaz. Cavab qalır D variantı. Dördüncü sualda nöqtədən sonra pictures isim gəlib. Ona görə müstəqil hal olmaz. Çünki müstəqildən sonra isim gələ bilməz. Qalır Y və D variantı. İkinci nöqtədən sonra isə isim gəlmədiyinə görə asılı yox, müstəqil forma D variantı verəcəyik. 5-ci sualda yenə nöqtədən sonra umbrella. Təkrar eyni tip suallardır, ona görə tez-tez deyəcəm. Nöqtədən sonra 5-ci sualda isim umbrella gəldiyinə görə asılı hal, amma ikinci nöqtədən sonra
isim gəlməyib. Ətə diqqət edirik burada. Ət sözünüdür. Yəni homa diqqət eləməyin. Deməyin ki, hom isimdir, aslı hal gəlməlidir. Xeyr, araya article, araya sözünü girdisə, deməli bu artıq aslı forma ola bilməz, müstəqil olmalıdır. Birinci tərəf asılı, ikinci tərəf müstəqil dedikdə cavabımız qalır yalnız D variantı. 6-cı sualda. 6-cı sual biraz xüsusi sualdır. 6-cı sualda da nöqtədən sonra, daha doğrusu belə deyə bilərik ki, 6-cı sualda nöqtədən sonra isim gəlmədiyinə görə aslı hallara çıxsaq, cavabımız qalır Y variantı. Amma bu ümumi sınaqlarda düşəndə bəzən uşaqlar deyə bilirlər ki, əvvəldə of var, sözünü var. Çünki biz öncəki sınaqda personal şəxs əvəzliklərində demişik ki, əvvəldə sözünü və ya feil gəldikdə, sözünü və ya feildən sonra obyekt hal gəlməlidir. Məsələn, me, her, him. Amma friend of birləşməsi ümumiyyətlə bu bütün isimlərə aiddir. Friend üzərindən deyirik. Amma əsasən testlərdə friend of kimi görürük. Friend of birləşməsindən sonra müstəqil hal gəlməlidir. Obyekt hal qəti şəkildə olmaz. Friend yerinə digər isimlər də ola bilər. Friend of birləşmələrindən sonra mütləq müstəqil hal gəlməlidir. Cavab olacaq Y variantı. 7-ci sualda nöqtədən sonra essay isim gəlib. İsim gəldiyinə görə müstəqilləri atırıq. C variantı gedir. İkinci nöqtədən sonra isim olmadığına görə müstəqil hal verəcək. B-də my gedir. Y-də your aslı formada deyə gedir. Qalır A və D variantı. Bəli, A və D variantının hər iki tərəfinin hər iki variantın, daha doğrusu birinci tərəfi asılı, ikinci tərəfi müstəqildir. Belə olduqda tərcümə eləməliyik. Tərcümə ilə deyir ki, the teacher didn't like, müəllim xoşlamır sənin essevi, inşabı, o xoşlayır. Yenidən səninkini deyə bilmərik. Mənimkini xoşlayır. Sənin inşabı xoşlamadısa, o xoşlayıb, deməli mənimkini. O zaman cavab olacaq A variantı. 8-ci sualda da eyni tipik sualdır. Birinci nöqtədən sonra isim gəlib deyə asılı, ikinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil, asılı və müstəqil ardıcıllığı yalnız A variantındadır. Digər variantlarda müstəqil asılı və ya dediyimizin əksidir. 9-cu sualda birinci nöqtədən sonra yenə isim gəlib asılı, ikinci nöqtədən sonra isim gəlməyib müstəqil. A, Y variantları gedir. Birinci nöqtəyə uyğun olmadığına görə müstəqil formadır. İkinci nöqtəmizdə də asılı yox, müstəqil olmalıdır deyə B və D variantları gedir. Cavab qalır C variantı. Təkrar deyirəm, 5-ci sualda və ya 3-cü sualda da dedim. Mütləq şəkildə bunun içini əzbər bilməlisiniz. Asılı formalar hansılardır, müstəqil formalar hansılardır? Əsasən sonunda S olanlar bu tipdə və ya bu tipdə. Sonunda S olanlar müstəqil formadır, mine də onların içindədir. Obyekt asılı formaları isə mütləq şəkildə gələk əzbər öyrənəsiniz. 10-cu sualda nöqtədən sonra isim yoxdur. Deməli, asılı forma verə bilmərik. Çünki asılılardan sonra mütləq isim gəlməlidir. Yoxdur axı isim nöqtədən sonra. Ona görə cavab olacaq D variantı deyirs. 11-ci sualda yenə nöqtədən sonra isim yoxdur. Nöqtədən sonra isim olmadığına görə asılı hal verə bilmərik. A və Y variantı gedir. Təbii ki, müstəqil verəcək, amma yenə deyirəm, əgər sınaqda bu sual düşsə, şagirdlər çaşa bilər ki, özündən əvvəl feil var, feildən sonra obyekt halda gələ bilər. Məsələn, D variantındakı her həm asılı, həm də obyekt kimi götürə bilərik. Məsələn, D variantı da ola bilər. Amma niyə her burada uyğun deyil? Tərcüməyə görə. Bəzən feildən sonra gələn obyekt halı müstəqil hal əvəz edə bilər. Bu qaydanı yadınızda saxlayın. Necə ki, biraz əvvəl qaydada izah elədiyimiz kimi, həmişə demişik ki, mübtədada adlıq hal olur, amma müstəqil bəzən əvəz eləyə bilər. İndi də deyirik ki, feildən sonra obyekt hal olur, bəli, amma bəzən onu müstəqil də əvəz eləyə bilər. Bu tərcüməyə əsaslanan bir məsələdir. Məsələn, tərcümə eləsək şərti, our classmates, bizim sinif yoldaşlarımız have corrected, düzəltdilər. Our mistakes, bizim səhvlərimizi, no, biz we are going to correct, biz düzəldəcəyik onlarınkını. Yəni, onlar bizim səhvlərimizi düzəltlər. Biz də onlarınkını düzəldik. Her-i qoysaq tərcümə baxımından düz gəlmir. Biz düzəldəcəyik onu, düz gəlmir qadın cinsi. Cavab qalır onlarınki B variantı. C variantı da tərcüməyə görə düz olmadı. 12-ci sualda nöqtədən sonra isim gəlib. Asılı forma olacaq. 6, 3, 4 asılı forma deyil. Cavab qalır 1, 2, 5 B variantı. 13-cü sualda birinci nöqtəyə asılı, çünki özündən sonra neighbors isim gəlib, qonşular. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil. Birinci tərəfə asılı desək B və D variantını çıxırıq. İkinci tərəfə müstəqil versək A və C variantını, your, A və asılı olduğuna görə çıxırıq. Cavab qalır Y. 14-cü sualda nöqtədən sonra isim yoxdur. Deməli, müstəqil hal verməliyik. Her, your deyir. Bunlar asılı formada olmaz. Bəzən aslı və ya müstəqil formaya asılı hal, müstəqil hal deyirəm. Bu əslində düz deyil. Asılı forma, müstəqil forma. Adlıq hal, obyekt haldan biraz dilimiz çaşa bilər. Yəni, asılı və müstəqil forma əslində hesab olunur yəli əvəzliklərində.
Bəli, burada iki variant arasında qalırıq. B və C variantı. Tərcüməyə müraciət edirik. These are my copybooks. Bunlar mənim dəftərlərimdir. Where are? Bunlar mənim dəftərlərimdir. Bəs səninki? Where are yours? Səninkilər hardadır? Ona görə cavab olur B variantı. 15-ci sualda birinci nöqtədən sonra isim gəlib. Asılı forma. Mine, hers bunlar müstəqilli gedir. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə asılı forma olmaz bu səfər. Çünki asıllardan sonra isim gəlməlidir. İsim yoxdur. Ona görə müstəqil D variantı. 16-cı sualda da müstəqil forma verəcəyik. Çünki nöqtədən sonra isim gəlməyib. Müstəqil forma cavablarda yalnız A variantıdır. 17-ci sualda altına xətt çəkilən ifadəni əvəzləmək üçün birinci diqqət edirik ki, altına xətt çəkilən ifadə yəli haldadır. Yəni yəli idisə artıq biz yəli əvəzliyi ilə əvəzləyəcəyik. Əvvəlki sınaqlarda izah elədiyimiz şəxs əvəzlikləri ilə yox. Çünki burada artıq apostrof s yəli hal var, case of noun var. Yəni burada artıq yəli əvəzliklərindən ikisini bilirik. Asılı forma və müstəqil forma bilirik. Özündən sonra, yəni bu altına xətt çəkilən ifadədən sonra friends isim gəlib. Özündən sonra isim gəlibsə, deməli her brothers, yəni altına xətt çəkilmiş ifadə asılı formadadır. Özündən sonra friends isim gəldiyinə görə. Asılı formada olduğuna görə A, C variantı müstəqildir. Bunları atırıq. Qalır B, Y, D variantı və her brother onun qardaşı oğlan cinsi, kişi cinsi olduğuna görə her qadın cinsini atırıq və qardaşı təkdə olduğuna görə their, onların atırıq. Cavab qalır B variantı. His kişi cinsi onun. 18-ci sualda deməli birinci nöqtədən sonra isim gəlməyib. İsim gəlmədiyinə görə müstəqil hal verəcəyik. A variantı, B variantı, Y variantı gedir. İkinci nöqtədən də sonra isim gəlməyib. Orada müstəqil hal verəcəyik. D variantında yorda gedir. Cavab qalır C. 19-cu sualda deməli birinci nöqtədən sonra isim gəlib. Asılı forma. İkinci nöqtədən sonra isim gəlməyib. Müstəqil forma. Ona görə cavab qalacaq. B və Y variantını atırıq. İkinci tərəfə uyğun gəlmədiyinə görə A və C variantının daha doğrusu ikinci tərəfə uyğun gəlmədiyinə görə atırıq. Cavab qalır D. Yəni my asılı, yours müstəqil. Yalnız bir variant da var. 20-ci sualda birinci nöqtəyə asılı forma, özündən sonra bike isim gəldiyinə görə, ikinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil forma. Asılı və müstəqil forma ardıcılığı ilə olan yeganə variantımız Y variantıdır. Deməli, sınaq 33-dən davam edirik. Birinci sualda da eyni qaydada olaraq heç bir dəyişiklik yoxdur sınaqda. Nöqtədən sonra pen isim gəldiyinə görə asılı forma verəcəyik. Y variantındakı my ilə D variantındakı hers müstəqil haldır. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil hal verəcəyik. A variantındakı your asılı haldır, asılı formadır. C variantındakı their asılı formadır. Cavab qalır B variantı. İkinci sualda da eyni qaydada birinci nöqtədən sonra isim gəlib asılı, ikinci nöqtədən sonra isim gəlməyib müstəqil forma. Yəni buna uyğun olaraq cavabımız qalır A variantı, digər variantlarda asılı və müstəqil forma ardıcılığı qətiyyən olmadığına görə birbaşa A variantını götürürük. Üçüncü sualda da eyni məsələdir. Üçüncü sualda da birinci nöqtədən sonra computer isim gəlib, isim gəldiyinə görə asılı, ikinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil, buna görə cavabımız olacaq A variantı. Burada çaşdırıcı məqam nə ola bilər? A variantının ikinci nöqtənin yerinə verəcəyimiz əvəzlik his həm asılı, həm müstəqil forma olduğundan bəzi uşaqlar çaşdıra bilər ki, bu his bəs asılı formada niyə burada veririk? Çünki his həm asılı, həm də müstəqil formadır. Dördüncü sualda da eyni qaydada davam edirik. Heç bir dəyişiklik yoxdur. Birinci nöqtəyə asılı, ikinci nöqtəyə müstəqil forma verəcəyik. Çünki birinci nöqtədən sonra isim gəlib. Ona görə də cavabımız yalnız qalacaq D variantı. Digər variantlarda belə ardıcılıq yoxdur. 5-ci sualda altından xətt çəkilən ifadə apostrof s, yəni yəli formada verilibsə, deməli biz yəli əvəzliklərindən ya asılı, ya müstəqil forma verəcəyik. Özündən sonra children isim gəldiyinə görə, yəni bu altından xətt çəkilən ifadə her sisters'in özündən sonra isim gəldiyinə görə, deməli asılı formada olacaq altından xətt çəkilən ifadə. Çünki özündən sonra isim var. Və burada asılı forma D variantı, B, Y variantı, daha doğrusu A və C variantı asılı forma deyil, B, D, Y variantı doğrudur. Və burada söhbət bacıdan gedir, onun bacısından gedir, ondan yox, onun bacısından, onun bacısının uşaqları. Söhbət bacısının, onun bacısından getdiyinə görə qadın cinsi B variantı. 6-cı suala diqqət edirik, eyni formada birinci nöqtəyə özündən sonra isim gəldiyinə görə asılı, ikinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil verəcəyik. Asılı və müstəqil ardıcılığı yalnız Y variantındadır. 7-ci sualda da eyni formada, bu sınağın sanki suallarının hamısı eyni formadadır hələ ki.
8-ci, 9-cu sualda da eyni formaları görürəm. Məsələn, birinci nöqtədən sonra isim gəldiyinə görə asılı, ikinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil, asılı və müstəqil ardıcıllıqları 4-dür və 5-dir. Cavab olacaq 4, 5. Y variantı 2-də isə may asılı formadır, ikinci tərəf müstəqil olmalıdır. 8-də də eyni söhbət, birinci tərəfə asılı, ikinci tərəfə müstəqil verməliyik. Çünki birinci nöqtədən sonra isim gəlib, cavablarda yeganə ardıcıllıq deməli B variantında uyğun gəlir. 9-cu sualda da birinci tərəfə kamera isim gəldiyinə görə asılı, ikinci nöqtədən sonra isim olmadığına görə müstəqil olacaq. Yeganə buna uyğun olan cavabımız deməli A variantıdır. 10-cu sualda da eyni forma, heç bir dəyişiklik yoxdur. 10-cu sualda birinci nöqtədən sonra isim house isim gəldiyinə görə asılı, ikinci nöqtədən sonra isim olmadığına görə müstəqil, buna uyğun olan variant D variantıdır. Təbii ki, artıq öncəki suallarda və ya bundan əvvəlki 32-ci sınaqda ətraflı şəkildə hansı ifadənin hansı hal və ya forma olduğunu ətraflı izah elədiyimizə görə artıq hər testdə cavablarda məsələn mine müstəqil formadır, his həm müstəqil həm asılıdır, her asılı formadır və ya obyektdir, my asılıdır. Bunları artıq təkrar deməyə ehtiyac duymuram. 11-ci sualda eyni forma birinci nöqtədən sonra isim gəlib, asılı forma, ikinci nöqtədən sonra müstəqil gəlib. Daha doğrusu isim gəlməyib, müstəqil forma olacaq. Buna uyğun olan cavabımız D variantıdır. 12-ci sualda məsələn bu testi mən həmişə izah edəndə ümumi bağış prizmasından izah etmək istəyirəm. Yəni məsələn sınaqda bu sual sənə düşüb. Sən bilmirsən ki, possessive pronouns, yəni yiyəlik mövzusunun tərkibində hər hansı bir testi işləyirsən. Ümumən biliklərə görə testə baxırsan və baxırsan ki, burada nöqtədən əvvəl borrow feil var. Çünki biz əvvəlki sınaqlarda 30-31-ci sınaqda personal şəxs vəzirləri mövzusunda demişik ki, feildən sonra həmişə obyekt hal gəlməlidir. Məsələn, burada cavablarda D variantı her həm asılı, həm də obyekt haldır. Ona görə çaşdırıb D variantı verə bilərsiniz. Amma bəzən feil və sözündən sonra gələn obyekti müstəqillə əvəz etmək olar və ya mübtəda vəzifəsində işlənən adlıq halda da bu keçərlidir ki, bunu müstəqil forma ilə əvəz etmək olar. Bu səbəb tərcümədən qaynaqlanır. Məsələn, I can find my eraser. Mən tapa bilmirəm mənim pozanımı. Can I borrow? Mən borc ala bilərəm. Her, onu borc ala bilərəm mənası çıxır axı. Mən borc ala bilərəm səninkini. Yəni mən mənim pozanımı itirmişəm. Mən səninkini borc ala bilərəm. Cavab olacaq C variantı. 13-də də birinci nöqtədən sonra isim gəldiyinə görə asılı forma verəcək. A variantı gedir, D variantı müstəqil olduğuna görə gedir. İkinci nöqtədən sonra isim gəlməyib. Ona görə my B variantı asılı forma gedir. Üçüncü nöqtədən sonra da isim gəlməyib. Yəni her asılı formanı atırıq, cavab qalır Y. Bir sualı öncəki sualda da toxunduğum kimi yenə bu məsələyə toxunmaq istəyirəm ki, bəzən C variantı da çaşdırıcı ola bilər ki, her obyekt haldır, sonuncu nöqtədən əvvəl feil gəlib, feildən sonra obyekt halda gələ bilər, amma biz burada müstəqil hal vermək məcburiyyətindəyik. Bəzən obyekti müstəqil forma əvəz edə bilir tərcüməyə görə. Tərcümə ilə daha qəti şəkildə əmin ola bilərik. We both lost, biz ikimiz də itirdik. Our wallets, hər birimizin, yəni bizim cüzdanımızı, yəni portmanatımızı. I found, mən tapdım, mine, mənimkini, amma my sister, mənim bacım, couldn't find, mənim bacım tapa bilmədi onunkunu. Burada ona görə tərcümə ilə hers, Y variantı verəcək. 14-cü sualda nöqtədən sonra garden isim gəlib deyə asılı forma verəcək. Bunlar müstəqildir, bunları çıxırıq. Ours, mine. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə asılı yox, müstəqil verəcək. Cavab qalırdı. 15-də də birinci tərəfə asılı forma, ikinci tərəfə müstəqil forma verəcək. Buna uyğun olan cavabımız B variantıdır. Çünki birinci nöqtədən sonra isim gəlib asılı, ikinci nöqtədən sonra isim gəlməyib müstəqil olmalıdır. 16-cı sualda da birinci nöqtədən sonra parents isim gəldiyinə görə müstəqillər gedir. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə asılılar gedir. My. Cavab qalır B variantı. 17-ci sualda da eyni forma, birinci nöqtədən sonra valid isim gəldiyinə görə müstəqil halları atırıq. İkinci nöqtədən sonra isim gəlməyib. Burada isə müstəqil hal verəcək, müstəqil forma verəcək. Y variantı gedir, cavab qalır B variantı. Diqqət eləyirsinizsə, 17-ci sualda cavab B variantı oldu və ikinci nöqtə mine, biz mübtədanın vəzifəsində müstəqil formanı işlətdik. Keçən dərsimizdə demişdik ki, mübtəda vəzifəsində adlıq hal işlənir, amma bəzən onu müstəqil forma mənaya uyğun olaraq əvəz edə bilər. 18-ci sualda da birinci nöqtədən sonra isim gəlib.
asılı forma verəcəyik. Y və A variantı gedir. İkinci nöqtədən sonra isim gəlməyib, ona görə müstəqil forma verəcəyik. B variantı ilə C variantındakılar asılı formadır. Cavab qalır D. Burada artıq biz o söhbət eləyə bilmərik ki, nöqtədən əvvəl borrow feil var, feildən sonra obyekt hal gəlməlidir. Niyə obyekt vermirik? Zaten cavablarda obyekt hal yoxdur. 19-cu sualda da birinci nöqtədən sonra isim gəldiyinə görə asılı forma verəcəyik. Daha doğrusu D və C variantı gedir. İkinci nöqtədən sonra isim gəlmədiyinə görə müstəqil forma verəcəyik. Ona görə cavabımız qalır Y variantı. Nəhayət sonuncu sualda da altından xətt çəkilən ifadədən sonra isim gəlib neyim? Altından xətt çəkilən ifadədən sonra isim gəlibsə, deməli altından xətt çəkilən ifadəmiz asılı formadadır. A variantı, C variantı müstəqil forma əvəzləyicisidir, bunlar gedir. Və söhbət her husbands, onun həyat yoldaşından, yəni kişi cinsi, husband ər deməkdir, kişi cinsi, onun yoldaşının adı, yoldaşının, kimin, onun, yəni kişi cinsi, onun hizdir. Her qadın cinsidir, Zeyir də onların cəmdir, olmaz. Bu qədər possessive pronouns mövzusumuz bitdi. Diqqətiniz üçün təşəkkürlər.